Allah belə deyil ki, desin baxmıram sənə. Günah eləyəndə qovmur, üsyan eləyəndə qovmur. Hər təbəqə insan olursan ol, nə qədər günaha bulaşırsan bulaş, Allah deyir mən sənin yolunu gözləyirəm. Belə Allah ola bilməz gələndə, danışanda, dua eləyəndə insana desin ki, mən sənə baxmıram. Bu deyil məsələ. Allah dostları namazı qılırlar, namazda da, namazdan sonra da. Buna görə ağlayırlar ki, mən sən layiq olduğun kimi səni ibadət eləyə bilmədim. Mən o xəcalətə ağlayıram ki, sən məni yaratdın, ibadət eləməyi də sən öyrətdin, amma mən sən layiq olduğun kimi səni ibadət eləyə bilmirəm. Bu xəcalət mənə bəsdir. Sən ki, mən layiq olmadığım halda mənə bu qədər nəzər elirsən, bu qədər baxırsan, lütf edirsən, budur məni ağladan ki, mən buna necə şükür eləyim, necə təşəkkür eləyim buna görə sənə.